Bağışlayan ve mehriban Allah'ın adıyla. Salam əziz müsəlmanlar, xoş gördük sizləri. Sizi qarşıdan gələn Həzrət İmam Rıza əleyhissalamın mübarək Mövlud günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Yeri gəlmişkən hamımızdan bizlərə yadigar qalan bir neçə tövsiyəni sizlərin xidmətinə ərz etməyi özümə borc bilirəm. Belə ki, Əbdüləzimə yazdığı məktublarının birində öz tərəfdarlarına, onun ardıcıllarına, yəni bizlərə salam çatdırmağı ona tövsiyə eləyir və belə buyurur. Bismillahirrahmanirrahim. Mənim dostlarıma məndən salam çatdır. Qoy şeytanı özlərinə tabe etməsinlər və öz üzərlərində ona yol açmasınlar. Onlara doğru danışmağı və əmanəti vaxtında sahibinə qaytarmağı və ona xəyanət etməməyi tapşır. Eləcə də onlara lazım olmayan məsələlərdə və onları maraqlandırmayan məsələlərdə mübahisə etməməyi tövsiyə edirəm. Onlara çox danışmamağı, sükutu tapşırıram. Bir-birləri ilə mehriban olmağı və bir-birlərinə baş çəkməyi, silə-i rəhm etməyi tövsiyə et onlara. Bu əməl onları mənə yaxınlaşdıran bir vasitədir. Qoy bir-birlərini didib parçalamaqla məşğul olmasınlar. Mən and içmişəm ki, kim belə etsə və mənim dostlarımdan birini qəzəbləndirsə, Allahdan istəyəcəyəm ki, onu dünyada ən ağır cəza, əzab ilə cəzalandırsın və o, axirətdə ziyana uğrayanlardan olacaq. Onlara de ki, Allah onların yaxşısını bağışlamış, pisindən də keçmişdir. Yalnız bir neçə şəxslər istisnadılar ki, Allah onları bağışlamır. Allaha şərik qoşanlar, mənim dostlarımdan olan bir şəxsə əzab və əziyyət edənlər, ya da mənim dostlarımdan birinə qarşı pis niyyət olub, pis səbəbdə gəzişən insanlar. Allah belə bir şəxsi, o bu işindən dönməyincən bağışlamayacaq. Əgər dönsə nə gözəl və əgər dönməzsə, Allah onun qəlbindən ilk olaraq iman nurunu çıxaracaq. O mənim, yəni İmam Rıza əleyhissalamın vilayətindən də çıxar. Və belə bir adamın bizim vilayətimizdə heç bir payı olmaz. Mən İmam Rıza Allahdan belə bir aqibətdən xeyir istəyirəm, pənah aparıram və belə bir aqibətdən Allaha sığınıram. Biz də belə bir hərəkətdən Allaha pənah aparırıq. Sizi bir olan Allaha əmanət verirəm və bir daha Mövlud bayramınız mübarək olsun deyirəm.